Oğlum olsa atasız qız almaram deyən jurnalistdən və bu cahil düşüncə ilə xaricdə təhsil ocağının rəhbərinin nəzərinə niyə atasız qız almarsan? O qədər atasız qızlar var ki, atalı oğlanlardan da, atalı qızlardan da qeyrətlidir. Atası qız, ölmüş qız almaq olmaz. Daha sonra düzəliş edir. Mən elə mənada demədim. Oğlum yoxdur, olarsa şəhid qız alaram. Mən anası yoldaşından ayrılmış, yoldaşına baxmayan, nəsə belə-belə olan ananın qızını almaram. Yanılmıramsa o jurnalist bir neçə evlilik geçirdi. Hardasa intervyu vermişdi ya sosial mediadaydı ya TV-də. Anam dedi ki TV-də işledim ama TV-də işledim. Yani benim anam sosial mediada değil, başı çıxmır, TV-yə baxır. Və o jurnalist qız uşağı böyüdür. O zaman ay jurnalist, ay Harvard'da oxuyan, mənim oğlum atasız böyüyən kimi sənin də qızın atasız böyüyür. Mənim də oğlum sağlam olsa, sən düşüncəli ananın qızını almaram. Və buradan müraciət edirəm ki, sən düşüncəli anaların qızını heç bir oğul valid ana atası almaq sözü pis deyə elə bil ki, almaq onun dili ilə deyirəm, almaq elə bil ki, əşyayıq biz, xeyr. Qızı almırlar, qadını almırlar, evlənirlər, ailə qururlar. Amma məhz sənin kimlərin qızı alına bilər. O uşağa mən travma yaşatmaq istəmirəm. Sən kiminsə qızına travma yaşadırsansa, mən də deyirəm ki, mənim oğlum sağlam olsaydı, mən sağlam oğul anası olsaydım, razı qalardım oğlum subay qalan, nəinki sənin qızını ala. Daha doğrusu evlənə, ailə qura. Mən sənin kimi ananın qızının, mənim oğlumun həyat yoldaşı xanımı olmasını, mənim oğlumun uşaqlarının anası olmasını, gəlinim olmasını istəməzdim. Qızın qızıldan da qiymətli, qızların tacı belə olsa, qızların ən alisi olsa belə, məhz sən düşüncəli ananın olduğu üçün. Və mən deyirəm ki, heç bir oğul anası sən və sən düşüncəli anaların qızları ilə evlənməməli. Və o qızların ən böyük təqsiri sən düşüncəli ananın olmasıdır. Əgər sən, yanılmıramsa, efirdə də demişdi ki, müəyyən yaşlarda hardasa işləyib və işlədiyi yerdə, müəssisədə övladını böyüdüb. Onda sənin qızının atası haradaydı? Kimdə nə yoxdur, ondan danışır axı. Sonra düzəliş elədi, deyir, qaş qayran yerdə vurdu, gözü çıxartdı ki, bu. Elə çıxdı ki, yoldaşından ayrılan ananın qızını almaram. Niyə? Lap tutaq ki, anası pisdir. O qızın nə təqsiri var? Hər öz arşını ilə ölçər, hə canım mənim? Mən də sağlam oğlum olsaydı, sən düşüncəli ananın qızını almazdın, qızlarının baş tacı olsaydı. Və buradan oğul analarına deyirəm ki, heç kimə rəva görməzdim. Sən düşüncəli ananın, cahilin qızını almasınlar, evlənməsinlər, ailə qurmasınlar. Heç oğlumun tanımadığım, oğlumu da tanımaq istəmədiyi, oğlumu belə tanımaq istəmədiyi ögey oğluma, oğlumun qardaşına da sənin kimisinin qızının almasını rəva görməzdim. Buradan keçmiş yoldaşıma səslənirəm, birdən oğlu gedər, onun qızına vururlar və yaxud onun kimilərin qızına vururlar. Yazıqdır, bədbəxt eləməsin, çünki o düşüncəli ana sabah ailəni qatacaq, bədbəxt edəcək. Cəhalət mən həmişə demişəm, savad dərəcəsindən deyil. İstəyirsən Harvardda oxumaya. Harda oxuyursan oxum. Cəhalət min bir diplomdan da asılı deyil. Cahil düşüncəli insan, cahil düşüncəlidir. Qaş düzəltdi, göz çıxartdı. Deyir, mən elə demirdim, oğlum yoxdur. Oğlum olsaydı şəhid qız alardı. Bəs onda sən niyə boşamısın? Özün demirsən, TV kanallarında, mən yox. Onda sənin də o qızın atasız böyüyürsə, onunla da evlənməli deyirlər. Onunla evlənmək atasız böyüdüyü üçün yox, məhz sənin kimi anası olduğu üçün evlənməməlidirlər. Nigar xanım, o düşüncəli xanım demək olarmı?
Yaxşı etiket xatirinə xanım deyə. İstəsə məhkəməyə verə bilərsən. Buradan isə paylaşmanızı istəyirəm və istəyirəm ki, bizim möhtərəm prezidentimiz, Milli Məclis Nazirlər Kabineti və o televiziya, radio ya nəzarət edən komitə nədirsə, kimdirsə, o da görsün. Ümumiyyətlə bu biabırçı verilişlərin, proqramların, jurnalist etiketindən uzaq olan, söhbətlər aparan, polemikanı qarğa bazarına döndərənlərin qara piyarla, o çox qəşəng bilirdi, o Nigar çox qəşəng bilirdi ki, tənqidə çevriləcək, irada çevriləcək deyil, qara piyardan gözəl piyar yoxdur ha. Söylə məşhur olmaq istəyənlərin aparıcılar uzaqlaşdırılsın, sertifikasiya keçsinlər, treninqlər keçib efir mədəniyyəti öyrənsinlər, nitq qabiliyyətlərinə malik olsunlar. Bir çoxlarının nitq qabiliyyəti belə yoxdur. Gəlin boynumuza alaq. Bir çoxları polemikanın qarğa bazarı bilir. Bir çoxları qara piyarla məşhur olur. Təqsir o Nigarda deyil ki. Təqsir onu məşhur edən izləyicilərindəndir. Onu influencer kimi, bloger kimi, həm də blogerdir o Nigar. Onu yüksəldəndir. O Nigarın izləyicilərinin içərisində atasız qız uşağı böyüdənlər də var. Fərq yoxdur, yoldaş rəhmətə mi gedib, şəhid mi olub və yaxud boşanıb. O izləyicilərin içində atasız qızlar da var. Yenə də fərq yoxdur. Boşanmış ailənin qızları da ataları rəhmətə gedib və yaxud şəhid olub. Oğlum olsaydı şəhid qız adı aldım. Ağzına şəhidin adını, şəhidin müqəddəs adını alma Nigar və Nigar kimilər. Şəhidi əlinizdə oyuncağa çevirmin. O bəziləri var, Allah haqqı, Quran haqqı deyib Allah oyuncağa çevirləri. Siz də şəhidləri, sizlər, sən və sən Nigar kimi şəhidləri insanların reyini yumuşatmaq üçün oyuncağa çevirmə. Şəhidin ruhuna xələl gətirmə. Bizə düşmən lazım deyil. Düşmənlərimiz içərdədir. Televiziya kanallarına, radio kanallarına nəzarət edən komitə bir gözünüzü açın, baxın. Görün televiziya kanallarında nələr baş verir. Mən televiziyanı izləməyi sevən bir insanım və bilirsiniz ki, mən də efirlərə qatılmağa, müsabiqəyə də qatılmışdım. Aparıcı olmaq da istərdim, amma mən inanmıram ki, mən o qələt edərdim. Qələt təhqir deyil, hətta türklər halt deyir, yəni səhv. Bəlkə də ona görə tanınmış ola bilməzdim. Bir daha nəzarət edin, görün, o dırnaq arası jurnalistlər, dırnaq arası aparıcılar efir mədəniyyətinə riayət edirmi, polemika yerinə qarğa bazarına çevrilmir. Hələ Nigarın özünün verilişi qarğa bazardır. Qışqır bağış salmaqdan başqa heç nə bilmirlər. Polemika mübahisə deməkdir, fikir ayrılığıdır. Ola bilsin mənim və sizlərin fikir ayrılığı bir verilişdə ayrı-ayrıdır. Biz fikir ayrılığı olan diskusiya aparırıq. Mənim fikrim Nigarın və yaxud digərinin fikri ilə uyğun gələ bilməz, amma bu o demək deyil ki, o söhbət hələ efirdə qarğa bazarına dönməlidir. Tək Nigarə aid deyil, bir çox verilişlər də var. Qarğa bazarıdır, veriliş deyil. O da efir etiketindən kənarda. Gözünüzü açın, televiziyada nələr baş verdiyinə nəzarət edin. Və hörmətli prezidentimiz inanıram ki, dəmir yumruğu ilə o nəzarət edən komitənin də başına vuracaq ki, gözlərini yaxşı-yaxşı açsın, zərbədən baxsın və digərlərinin də. Tək həmin o kanalda araşdırma aparmalı deyirlər. Məncə, ən gözəli cinayət, inzibati məsuliyyətə də cəlb etməlilər və çox gözəl halda üzr istəməlidir. Yox, hay mənim oğlum olsa şəhid qızı alaram. Şəhidin ağzını alıb, şəhidin adı ilə məsələni yumuşatmağa çalışma. Şəhidin ruhuna xələl gətirmə. Təqsir səndə deyil, təqsir səni məşhur edənlərdədir. Təqsir səni televiziya ekranlarına çıxaranlardadır. Nigarda və Nigar kimlərdə. Heç təqsir yoxdur. Ən son təqsir Nigar və Nigar kimlərdədir. Onları baş tacı edənlərdədir. Onlara efirə çıxmağa icazə verənlərdədir. Təqsir bir olaq, birlik olaq, Nigar və Nigar kimləri efirdən uzaqlaşdıraq. Mənim o qadına çox böyük hörmətim vardı. Sevgi ilə nifrətin arası çox asanmış. Hörmətlə, hörmətsizlikdə həmçinin məndən bu.